Salam uşaqlar. Bugünkü mövzumuz tam ədədlərin toplanmasıdır. İndi mən tam ədədlərin 1-2 qaydası var ki, onları deyəcəm. Daha doğrusu misallar üzərində göstərərək daha aydın başa düşəcəksiniz. Məktəb dərsliyindəki qayda mənə görə biraz dolayı yolladı. Biz deyirik ki, tam ədədləri ümumiyyətlə toplamaq üçün mənfi ilə müsbət olur da tam ədədlər bilirik. Mənfi ədədin üzərinə müsbət ədədi əlavə etdiyimiz zaman böyük ədəddən kiçiyi çıxırıq. Aldığımız cavabın qarşısına böyük ədədin işarəsini yazırıq. Gəlin bu dediyimi mən misallar üzərində sizə göstərərək daha aydın izah edim. Birinci misalımızla başlayaq. Deyək ki, təsvirdən istifadə etməklə cəmi tapın. Mən təsvirdən istifadə etməyəcəm, sizə dediyim qaydanı öyrədəcəm. Deməli, nədir? Mənfi 2 üstə gələk mənfi 3. Siz görürsünüz ki, burada mötərizə var da. Mötərizədən azad eləmək istəyirsiniz. Heç azad eləməsəz də, mənfi ilə müsbəti topladığınız zaman, daha doğrusu azad eləmək daha rahat olacaq. Niyə? Çünki mənfi 2 olduğu kimi qalacaq. Bir dənə müsbət, bir dənə mənfini mənfi edəcək. Yəni, çıxılsın 3 olacaq. Deməli, mötərizədən azad olunda 2 dənə mənfi var. 2 dənə mənfi olduğu zaman biz həmin ədədləri toplayıb qarşısına mənfi işarəsini yazmalıyıq. Yəni, 2-nin üstünə 3 gələndə 5, 5-in də qarşısına bir dənə mənfi yazılacaq. Bu şəkildə. B bəndini yazsaq. B-də deyir ki, mənfi 3 üstə gələk mənfi 4. Yenə eyni qayda ilə mənfi 3 olduğu kimi qalacaq. Bir müsbət, bir mənfini edəcək mənfi. Çıxılsın 4. 3-ün üstünə 4 gələndə 7, bir dənə də qarşısına mənfi. C variantı deyir mənfi 4 üstə gələk mənfi 4. Mənfi 4, deməli üstünə bir mənfi, bir müsbət edəcək mənfi. 4-ün üstünə 4 gələndə 8, qarşısında mənfi işarəsi. Sonuncusu D bəndi, mənfi 2 üstə gələk, mənfi 6 bərabərdir. Mənfi 2 çıxılsın 6-ya, bu edəcək mənfi 8. Sonra ikinci misalımız. İkinci misalda nədir? Ədədlərin modulundan istifadə etməklə cəmi tapın, cavabı ədəd oxunda yoxlayın. İkinci tapşırıq, nömrə 2. Ədədlərin modulundan istifadə etməklə deyir. Burada əslində ədədin modulundan istifadə edəndə ilə buradakı cavab üst-üstə düşmür. Bunu niyə belə veriblər? Başa düşmədim da niyə? Sonra bəlkə də cavabı ədəd oxunda yoxlayanda doğru olub olmadığını soruşmaqdan ötürü deyir. Gəlin də birini göstəreyim, sonra adi qayda ilə biz toplayarıq elə. Yazır ki, mənfi 2 üstə gələk, mənfi 7. Biz bayaq yazdıq ki, mənfi 2 çıxılsın, müsbətlə mənfi bir-birinə eləyəcək mənfi, bu edəcək mənfi 9. İndi deyir ki, modullarından istifadə etməklə, yəni mənfi 2 üstə gələk mənfi 7-ni mən yazmalıyam ki, modulda mənfi 2 üstə gələk modulda mənfi 7. Modulda 2-dən 2 çıxır, müsbət 7-dən də, daha doğrusu mənfi 7-dən də 7 çıxır, bu 9 eləyir. Biri mənfi 9 alındı, biri 9 alındı. Bu şəkildə. B bəndində yazsaq. B bəndində mənfi 12 üstə gələk mənfi 8. Belə yazmaq mənə narahatçılıq törədir. Misal onsuz hamımızın kitabında olduğuna görə kameranı biraz kənara qoyacağım. Bu şəkildə yazmaq daha rahatdır. Misalları mən buradan sizə göstərəcəm. Yenə yazırıq mənfi 12 çıxılsın 8. 12-nin üstünə 8 gələndə eləyir 20 mənfi 20. C variantında mənfi 10 üstə gələk mənfi 3. Mənfi 10 çıxılsın 3-ə mənfi 13. D variantında mənfi 7 üstə gələk mənfi 7. Mənfi 7 olduğu kimi qalır. Bu müsbətlə bu mənfi edir mənfi 14. Sonuncu Y variantı üstə gələk mənfi 12. Mənfi 4 çıxılsın 12, bu dedir mənfi 16. Bu şəkildə. Nömrə 3. Üçüncü tapşırıq bizə nə deyir ki, toplama əməlindən istifadə etməklə uyğun misalı yazın və həll edin. Cavabın doğruluğunu ədəd oxunda yoxlayın.
İndi bu nə deyir? Deyir ki, -3-dən 2 vahid solda yerləşən ədədi tapın. Bizə dedik toplamadan istifadə etməli. Deyir -3-dən. -3-ü yazdım. Üstəgələri də qoydum, çünki toplama yazmalıyam. -3-dən 2 vahid solda yerləşmək nə deməkdir? Solda yerləşmək onsuz da özü mənfi deməkdir də. Yəni -2. Misalımız bu şəkildədir. -3 çıxılsın 2, bu da bərabərdir -5-ə. İndi gəl sizə ədəd oxunda bunu göstərim. 0, -1, -2, -3, -4, bu da -5. -3 ədəd oxundan ümumiyyətlə -3-dən 2 vahid solda yerləşən ədəd hansıdır? 1, 2. Həqiqətən də -5-dir. Doğru aldıq. B variantında nə deyir? Deyir -5-dən 3 vahid solda yerləşən. -5-dən 3 vahid solda yerləşən. 3 vahid sol dediyinə görə mənfini yazıram. Bizdən toplama əməlindən istifadə edərək tapmağı soruşduğuna görə də burada o toplamanı yazıram. Yəni -5 çıxılsın 3 bərabərdir -8. Yenə burada ədəd oxu çəkəndə -5-dən 3-dən geri sayanda ilə -8-ə gələcək. C variantında deyir, -14-dən 3 vahid solda yerləşən ədəd. -14-dən 3 vahid solda yerləşən ədəd. -14 çıxılsın 3-ə, -17. Sonuncusu D variantı. -20-dən 5 vahid solda yerləşən ədəd. -20-dən 5 vahid solda yerləşən. Çıxılsın 5 bərabərdir -25. Bu şəkildə. Nömrə 4. Nömrə 4-də deyir, hesablayın və müqayisə edin. Misalımızı bu şəkildə yazır. Yazır ki, -12 üstə gəlinsin -50 və -55. Yəni, biz bunu müqayisə eləməliyik. Biz birinci misalımızın bir tərəfini həll eləməliyik. Yəni, -12 üstünə gəlməliyik -50-ni. -12 olduğu kimi qalır. Müsbətlə mənfi mötərizədən azad eləyək deyə biz bunu çıxaq 50 yazmalıyıq. 50-nin üstünə 12 gəldiyimiz zaman 62 edəcək. Mənfini də yazacaq. Deməli, alındı bizim cavabımız -62 və -55. Əlbəttə ki, hansı böyük olacaq? Biz demişik ki, 0-a yaxın olan daha böyük olur. Bu şəkildə. B variantı nə deyir? Deyir, -32 üstə gəlinsin -13 və -3. Misalımızı yenə yazırıq. Üstə gəlinsin -13. Həll edək. -32 çıxılsın 13. 32-nin üstünə 13 gəldiyimiz zaman edəcək 45 da mənfi. Nə oldu? -45, -3. Əlbəttə ki, -3 daha böyük olacaq. C variantında -26 üstə gələk -75 və -72 üstə gələk -15-ə. İndi birinci buranı həll edək. -75. -26 çıxılsın 75. 26-nın üstünə 75 gəldiyimiz zaman 101 edir. Mənfini yazırıq. Digər tərəfdəki misalımızı da həll eləyək. 15 o da bərabərdir. -72 çıxılsın 15-ə. -72-dən 15 çıxarda 80. 7 -87. Yəni -101 ilə -87-ni müqayisə eləyəndə əlbəttə ki, 87 daha böyük olacaq. Sonra D bəndi. -23 üstə gələk -87 və -96 üstə gəlinsin -14. -23 üstə gələk -87 bərabərdir -23 çıxılsın 87-yə. Yəni 87-nin üstünə biz 23 gələcəyik. Bu eləcək -110. -96 üstə gələk -14-cü misalımızda. -96 çıxılsın 14, o da bərabərdir -110. Baxırıq ki, -110 ilə -110 bir-birinə bərabərdir. Y variantı yazıb. Burada misal çox olduğuna görə istəmirəm vaxt da çox geçsin. Misalı yazım, geri dönüş edək. Çünki bu 3-4 səhifədir. Bir şagirdimiz də bunu bugün istəmişdi deyə çalışdığım qədər çox hissəsini yazmağa çalışacağım. Deməli, misalımızı yazdıq. Bir tərəfini hesablayaq. -125 çıxılsın 125-ə. Bunları biz deməli topladığımız zaman edir -250. Bunları yazdığımız zaman çıxılsın 12. Edəcək -212.
müqayisə etdiyimiz zaman bu şəkildə alınacaq. Sonuncu F variantı. F'i də buradan yazaq. Mənfi 201 çıxılsın 18. Bu edəcək mənfi 219. Mənfi 188 çıxılsın 73. O da bərabərdir. Mənfi 160. 1 olmaz. 261. Müqayisə etdiyimiz zaman 261 bu şəkildə olacaq. Növbəti 5-ci misalımız. 5-ci misalda qeyd edir ki, cəmi tapmağı soruşur, amma bu cəmi tapmamışdan əvvəl biz qeyd etməliyik ki, əks ədədlərin cəmi sıfıra bərabərdir. Yəni mənfi 1 üstə gələk 1 sıfıra bərabərdir. Niyə bərabərdir? İndi mən dərsin əvvəlində dediyim qaydaya əsasən burada böyük kiçik olmadığına görə onsuz da birdən biri çıxacaq 0. Sıfırın qarşısına biz böyüyün işarəsini yazmalıyıqsa burada böyük yoxdur, ikisi də eynidir. Qaydamız budur ki, əks ədədlərin cəmi sıfıra bərabərdir. Bu şəkildə bunu yadda saxlamaq lazımdır. İndi misal 5-i həll edirik. 5-də deyir ki, 4 üstə gəlinsin mənfi 4. Yəni bunu yenə biz mötərizədən azad elədiyimiz zaman olur 4 çıxılsın 4. 4-ün biri müsbətdir, 4-ün biri mənfidir. 4-dən də 4 çıxanda elə 0 eləyir. B bəndində yazıb mənfi 7 üstə gələk 7. Dedik ki, əks ədədlərin cəmi sıfıra bərabərdir. C variantında misal ora yazır 52 üstə gələk 52. Əlbəttə ki, sıfıra bərabər olacaq. D variantında 1001 üstə gələk mənfi 1001. Heç deyək ki, mötərizədən azad eləməyə də ehtiyac yoxdur. Demişik ki, əks ədədlərin cəmi sıfıra bərabərdir. Y variantında 63387 üstə gələk 63387. Əks ədədlərin cəmi sıfıra bərabərdir. Nömrə 6. Boş xanaya uyğun deyir, ədədi müəyyən edin. Misal olaraq belə yazır. 15 üstə gələk bu şəkildə 0 yazır. Deməli 15-in üstünə mən neçə gəlməliyəm ki 0 eləsin? Əlbəttə ki 15-in üstünə mənfi 15 gəlməliyəm ki 0 eləsin. B variantında bu şəkildə yazır. Mən mənfi 21-in üstünə 21 gəlməliyəm ki 0 eləsin. C variantı. Yazıb mənfi 10 üstə gələk, boşluq qoyub bərabərdir 0. Yəni mənfi 10-un üstünə müsbət 10 gəlməliyəm ki 0 eləsin. D variantında boşluq üstə gələk, mənfi 7 bərabərdir 0-a. Yəni 7-nin üstünə mən mənfi 7 gəlməliyəm ki 0 eləsin. Sonuncu E bəndi. Üstə gələk, modulda mənfi 3 bərabərdir 0-a yazıb. Aha, burada artıq modulda yazıbsa, biz modulda mənfi 3-dən nə çıxacaq? Müsbət 3 çıxacaq. Deməli, buradakı mənfi 3 eləməlidir. Yəni, mənfi 3 üstə gələk, modulda mənfi 3 bərabərdir 0-a. Bunu lap açıq aydın yazsaq, mənfi 3 üstə gəlinsin, modulda mənfi 3 nə deməkdir? Mənfi 3 üstə gəlinsin, modulda 3-dən də 3 çıxır. Biz demişik ki, əks ədədlərin cəmi 0-a bərabərdir bu şəkildə. İndi burada növbəti başlıq gəlir, müxtəlif işarəli tam ədədlərin toplanması. İndi bayaqdan dediyim qayda budur. Böyük ədəddən biz kiçik ədədi çıxmalıyıq, böyüyün işarəsinin qarşısına yazmalıyıq. Gəlin misallar üzərində yenə bunu həll edək. Nömrə 7. Təsvirdən istifadə etməklə cəmi tap. Mənfi 2 üstə gələk 4. Qaydamız nədir? Deyirik ki, böyük ədəddən kiçik ədədi çıxırıq. 4-dən 2-ni çıxdıq, 2 aldıq. Böyük ədədin işarəsini yazırıq. Müsbət olduğuna görə müsbət olduğu kimi qalacaq. B variantında 3 üstə gələk mənfi 4. Biz yenə buradan deyək ki, 3 çıxılsın 4 yazmalıyıq. Bax, yenə biri müsbətdir, biri mənfidir. Böyük ədəddən biz kiçik ədədi çıxmalıyıq, böyüyün işarəsini yazmalıyıq. Böyük ədəd hansıdır? 4-dən 3 çıxanda 1, böyük ədədin qarşısında da mənfi olduğuna görə 1-in qarşısına biz mənfi işarəsini
60 olacaq. C variantında -1 üstəgələk 5. Böyük ədəddən kiçik ədədə çıxacağım 4. 5 müsbət olduğuna görə elə 4 müsbət olaraq qalacaq. D variantı 4 üstəgələk -6. 4 çıxılsın 6 deməkdir. 6-dan 4 çıxanda 2 eləyir. 6-nın da qarşısındakı işarə mənfi olduğuna görə -2-ni yazırıq. Bu şəkildə. Sonra 8-ci tapşırıq. Cəmi tapın və cavabı ədəd oxumda deyir yoxlayın. Yəni A variantı -3 üstəgələk 6. -3-ün üstünə biz 6 gəldiyimiz zaman 6-dan 3-ü çıxmalıyıq. 3 ilə -3 yazılacaq. Birin ədəd oxumda göstərək. Ürəyimiz rahat olmağından ötürü -3-dən başlayaq. Deyir ki, -3 üstəgələk 6. Üstəgələk demək 0-dan yaxınlaşmaq deməkdir də. 1, 2, 3, 4, 5, 6. Həmən biz bu 3-ü tapmış olduq. 6 müsbət olduğuna görə də müsbət yazıldı. B variantı. 4 üstəgəlinsin -5. Yazaram ki, 4 çıxılsın 5. 5-dən 4-ü çıxaram 1. 5-in qarşısında da mənfi işarəsi olduğuna görə cavabım olar -1. C variantında deyir 7 üstəgələk -2. 7 çıxılsın 2. 7-dən elə 2 çıxanda onsuz da 5 edir. D variantında -6 üstəgəlinsin 5. -6-dan, mənfidən, daha doğrusu böyükdən kiçiyə çıxanda 6-dan 5-i çıxanda 5 eləyəcək. Böyüyün işarəsi də mənfi olduğuna görə mənfi alınacaq. Y variantı -7 üstəgələk 3, bu dedir -4. Sonra 9-cu tapşırıq, nömrə 9. Adi misallar verir, deyir hesablayın. A variantında -13 üstəgələk 7. 13-dən 7-ni çıxdığımız zaman edir 6. 13 böyük olduğuna görə böyüyün işarəsinin qarşısına yazırıq. B variantında yazır -11 üstəgələk 18 bərabərdir. 18-dən 11-ə çıxdığımız zaman 7 edəcək. 18-in də qarşısında müsbət olduğuna görə müsbət 7 qalacaq. C variantı 10 üstəgələk -2. 10 çıxılsın 2 bərabərdir 8. Sonra D variantı 32 üstəgələk -32. Bayaq biz qayda öyrənmişdik. Əks ədədlərin cəmi 0-a bərabərdir. Y variantında -100 üstəgələk 106. 106-dan 100-ü çıxaram 6. Müsbət olduğuna görə 106 ilə 6 qalar. F variantı 15 üstəgələk -29. Yazaram ki, 15 çıxılsın 29. 29-dan 15-i çıxdığım zaman 14. 29 böyük olduğuna görə, qarşısındakı işarədə mənfi olduğuna görə mənfini yazacaq. G bəndə -6 üstəgələk 20. 20-dən 6 çıxanda 14. 20-nin qarşısında müsbət olduğuna görə elə müsbət 14 qalacaq. Sonra H variantı 13 üstəgələk -25. Yazaram ki, 13 çıxılsın 25. 25-dən 13-ü çıxdığım zaman edəcək 12. 25-in qarşısında mənfi olduğuna görə -12. Sonra I bəndi -12 üstə 5. -12 üstəgələk 5. 12-dən 5 çıxanda eləyəcək. Deməli 7 -7. 12-yə görə də -7 alınacaq və sonuncusu J bəndi 150 üstəgələk -178. -178. Bunu yazarıq ki, 150 çıxılsın 178. 178-dən 150 çıxdığım zaman 28 edər. 178 böyük ədəd olduğuna görə, qarşısındakı da mənfi ədəd olduğuna görə mənfini bura biz yazarıq. Keçək növbəti 10-cu misalımıza. 10-cu misalımız bu şəkildədir. 11-də bu şəkildə, yəni tanış olun. Sonra yenə kənarda həll edək. 10-cu misalımız. A variantında verir. Yazır ki, 60 üstəgələk -3 bərabərdir. 60 çıxılsın 3. Bu da edəcək 57. Yəni burada qrafikdə şeydə qurub ədəd oxu, onu göstəreyim sizə. Bura 60-dır. Buranı vermir, buranı da vermir. Buranı verir, bura boşluq yazır.
Sonra yazır ki, məsələn, ox işarəmiz bu şəkildədir. Yazır ki, -3. Yəni 60-dan geriyə 3 dəfə sayında nə olur? 60, 59, 58, 57. Tapdıqmı? Bəli, tapdıq. B variantında yazıb ki, hadi doxun göstərməsən bilmək olmayacaq. Burada bu göstərim. Deməli, bir dəqiqə bunu çəkim. Misalı bizə bu şəkildə verir. Deyək ki, heç biz buranı tapa bilmirik, heç üstü də bilmirik. Bu hissəni də tapmaqda çətinlik çəkirik. Gəlin biz həmən bu nöqtəmizi verilən qiymətlərə əsasən tapaq. -75-dir, sonra 74-dür. Deməli, bir vahid məsələn bunlar demək ki, artıb da. -75, -74, bura olacaq -73, bura olacaq -72. Yəni, mənim cavabım -72 olacaq. Bu şəkildə olacaq mənim cavabım. İndi baxaq görək, biz nə qədər getdik məsələn. 1, 2, 3. 3 vahid irəliyə getdiksə, burada elə müsbət 3 olacaq. -75-dən də üstünə 3 gələndə böyükdən biz kiçiyi çıxmalıyıq, böyüyün işarəsini yazmalıyıq. Bu şəkildə alınacaq. İndi C bəndinin şəklini çəkək. Belə bir misal verir yenə. Həm də çalışın ki, bu ox işarələrinə də diqqət edin. İrəliyə doğrudursa, deməli, bu ədədimiz bizim müsbət olmalıdır. Geriyə doğrudursa, bu ədədimiz bizim mənfi olmalıdır. Burada da baxırıq ki, geriyə doğru, deməli, burada mənfi olacaq. Gəlin ona görə mənfi neçə olacaq? Biz baxırıq ki, 101, 102, 101. Azalıb, bir vahid azalıb. Yəni 102, 101, 100. Bura olub deməli 100. Sonra olub 99, sonra olub 98, sonra olub neçə? 97. Deməli mənim buradakı cavabım 97 olmalıdır. Bunu da yazaq 97. İndi bu nə edib? 5 vahid azalıb da saysaq 1, 2, 3, 4, 5. Yəni burada olacaq -5. Bax bu şəkildə -5. Onsuz da bu misalı yazanda 97-dir. Yazacaq ki 102 üstə gəlinsin -5 bərabərdir. 102 çıxılsın 5-ə. Eyni ilə 97-ni almış olacaq bu şəkildə. Və sonuncusu D variantı. -61, -62, -63. -64, -65. Cavabımız budur. Deməli, bizim cavabımız -65-dir. Bunu tapdıq. İndi baxaq görək nə qədərdir? 1, 2, 3, 4. 4-dürsə, geriyə doğrudursa olacaq -4. Yəni, bura yazacaq -4. Bu misalı biz yazdığımız zaman -61, üstə gələk -4. Nəyə bərabər olacaq? -61 çıxılsın 4-ə. Biz demişik 2 dənə mənfi olduğu zaman biz cavabları, verilən ədədləri toplayırdıq, qarşısına mənfi işarəsini yazırdıq. Həqiqətən də eyni cavabı aldıq. İndi 11-ci tapşırıq. 11-ci tapşırıqda ümumiyyətlə yerləşmə xassəsi biz bilirik ki, toplamanın yerləşmə xassəsi nədir? Toplananların yerini dəyişəndə cəm dəyişmir. Qruplaşdırma xassəsini də bilirik. Bu qruplaşdırma xassəsi də nədir ki, yəni biz bu şəkildə yazırıq. Elə buradan yazım. Məsələn, A üstə gələk B üstə gələk C. Yazarıq A üstə gələk B plus C və yaxud yazaram ki, B üstə gələk A plus C. Başa düşdünüz? Yəni, 2 dənə istədiyimiz ədədi biz qruplaşdıra bilirik. Adından da göründüyü kimi. İndi bizə misal verir. Nömrə 11. 11 dedik ki, toplamanın xassələrindən istifadə etməklə cəmi tapın. Gəlin tapaq. A variantının misalı verir ki, 7 üstə gələk, -5 üstə gələk 5. İndi biz bunu qruplaşdırmaya görə, qruplaşdırma xassəsinə görə qruplaşdıra bilərik. Yazarıq ki, 7 üstə gələk, -5 üstə gələk 5. 7-nin üstünə, -5-in üstünə 5 gəldiyimiz zaman 0 edir. Bu da edəcək 7. Deyək ki, heç məsələn qruplaşdırma xassəsini istifadə etmək sizə çətindirsə, gəl misalı belə də yazaq. Hər iki variantını göstərəcəm. 7 müsbətlə mənfi eləyəcək. Mənfi üstə gələk 5. Adi qayda ilə 7-dən 5 çıxanda 2 eləyir. 2-nin üstünə 5 gələndə 7-dir. Həqiqətən də doğru cavabı almış olduq. -2 üstə gələk 4 üstə gələk 2.
Mənfi 2 üstəgələk 2 üstəgələk 4. Yenə 0 üstəgələk 4 bərabərdir 4-ə. C variantında 8 üstəgələk mənfi 6 üstəgələk 9 üstəgələk mənfi 8. Biz yazarıq ki, mənfi 8 üstəgələk 8 üstəgələk mənfi 6 ilə də 9-u bir qruplaşdırarıq. Bu edəcək 0 üstəgələk. Mənfi 6-ın üstünə 9 gələndə nə eləyəcək? 3. 0-ın da üstünə 3 gələndə 3 edəcək. Gəl bunu digər qayda ilə də yazaq. Misalımız 8 müsbət mənfi nə eləyəcək? Mənfi. Üstəgələk 9 olduğu kimi qalacaq. Müsbət mənfi nə edəcək? Mənfi. 8-in üstünə biz 6 gəldiyimiz zaman deməli edəcək 14. 14 daha doğrusu 8-in 6 çıxanda 8-in 6 çıxanda eləyəcək 2. 2-nin üstünə biz 9 gəldiyimiz zaman deməli edəcək 11. 11-dən də 8 çıxdığımız zaman elə edəcək 3. Eyni cavabı almış olduq. Yəni siz hər dəfə məsələn elə yoxlaya bilərsiniz əgər məsələn deyirsiniz şübhəli qalırsa cavabı. Yəni elə yazıb yoxlaya bilərsiniz. Deməli onun üstünə 1 gələndə 11 eləyir. Bunu bu şəkildə yazaq. Üstəgələk mənfiləri də 1 bu şəkildə yazanda, onsuz da bax, bunu çevirəndə biz 11 üstəgələk mənfi 5 müsbətlə mənfinin cin çıxılsın 7. 11-in üstünə də mənfi 5-dən 7 çıxanda nə edirdi? 5-in üstünə 7-ni gəlirdi, eləyirdi 12. Qarşısında da mənfi olduğuna görə mənfi 12, 11-dən də biz 12-ni çıxdığımız zaman mənfi 1 qalacaq. Çünki böyükdən kiçiyə çıxacaq, böyüyün işarəsini yazacaq. Sonra D, Y bəndi yazaq. 21 üstəgələk mənfi 12 üstəgələk 12 bərabərdir 21 üstəgələk mənfi 12 üstə 12. 21 üstəgələk 0 bərabərdir 21. F bəndi 18 üstəgələk mənfi 24 üstəgələk 24. 18 üstəgələk mənfi 24 üstə 24. Əks ədədlər olduğuna görə bu 0 edəcək. Bu da cavab 18 edəcək. Sonra G bəndi 32 üstəgələk mənfi 3 üstəgələk 15 üstəgələk mənfi 7. Yazaram ki 32 ilə 15-i bir toplayaram. Üstəgələk mənfi 3 üstəgələk mənfi 7. Yenə bunu açsaq, 32-nin üstünə 15 gəldiyimiz zaman edəcək 47 üstəgələk. Mənfi 3 çıxılsın 7 yazaram. 47 üstəgələk mənfi 3-dən 7 çıxdığım zaman mənfi 10 edəcək. 47-dən də 10 çıxdığım zaman 37-ni almış olacam. Və sonuncusu deyək olsun Ə bəndi. 18 üstəgələk 37 üstəgələk mənfi 27 üstəgələk mənfi 10. Bərabərdir. Yazaram 18 üstəgələk 37 üstə gəlsin mənfi 27 üstəgələk mənfi 10. Yenə 18-in üstünə 37 gəldiyim zaman edəcək 55 üstəgələk. Bunu bu şəkildə yazım, sizə aydın olsun. üstəgələk mənfi 27-dən 10-u çıxdığımız zaman edəcək mənfi 37. Misalımız bu şəkildə davam edəcək. 55 çıxılsın 37. 18 alınacaq. Növbəti 12. 12-ci tapşırıq bizdən müqayisə etməyimizi istəyir. Deməli, nömrə 12. Mənfi 30 üstəgələk 50 deyir ki, və mənfi 21 üstəgələk 10. Yenə biz misallarımızı yazıb hesablayaq. Mənfi 30-un üstünə 50 gəldiyimiz zaman qaydamız böyükdən kiçiyə çıxırıq, böyüyün işarəsini yazırıq. 50-dən 30 çıxanda 20, 50 müsbət olduğuna görə 20 qalır. Mənfi 21 üstəgələk 10. Böyük ədəddən kiçik ədədə çıxırıq, eləyir 11. Mənfi 21 də mənfi olduğuna görə edəcək mənfi 11. Yəni 20 böyükdür mənfi 11-dən. Müqayisəmiz bu şəkildə olacaq. B bəndində modulda 2 üstəgələk modulda 5 və modulda mənfi 2 üstəgələk 5. Yazaq modulda 2 üstəgələk modulda 5. Modulda 2-dən mənfi 2-dən çıxır 2. Modulda 5-dən yenə 5 çıxır. Bura qalır 7.
Sonra mənfi 2 üstə gələk 5. Hələ modulun içərisindədir. Böyükdən kiçiyə çıxacağam. 3. Böyüyün işarəsi müsbət olduğuna görə müsbət qalacaq. Müsbət moduldan da elə müsbət çıxır. 7 böyükdür 3-dən. Müqayisəmiz də bu şəkildə alınır. C variantı. 43 üstə gələk mənfi 125 və 127 üstə gələk mənfi 127. Deməli, 43 üstə gəlsin mənfi 125-i bu şəkildə yazacaq. 43 çıxılsın 125-ə. 125-dən biz 43-ü çıxacaq. 82 böyükdən kiçiyə çıxacaq. Olacaq bu 82 mənfi olduğuna görə də mənfi 82 alınacaq. 127 üstə gələk mənfi 127 bərabərdir 127 çıxılsın 127 bərabərdir 0-a. Mənfi 82 əlbəttə ki 0-dan kiçikdir. Sonra D bəndini yazaq. Mənfi 312 üstə 72 üstə gəlsin mənfi 14 və mənfi 21 üstə gələk 91 modulda. Mənfi 300 üstə gəl 72 mənfi 14. Misalımızı dəqiq yazaq. 12 üstə gələ 72 olduğu kimi qalacaq. Çıxılsın 14-ə. Mənfi 312-nin üstə 72 gəldiyimiz zaman 312-dən biz 72-ni çıxmalıyıq. Nə qədər eləyəcək? Bu 240 edəcək. Olacaq mənfi 240. Çıxılsın 14. 2-dən də mənfi olanda cavabımızı toplayırdıq, qarşısına mənfi işarəsi yazırdıq. Yəni 240-ın üstünə 14 gəldiyimiz zaman edəcək 254, mənfi də qarşısında. Buranı tapdıq. Sonra yazır ki, modulda 21 üstə gələk 91. Böyükdən kiçiyə çıxanda edəcək 70. Böyüyün işarəsi müsbət olduğuna görə müsbət elə 70. Müsbətdən də biz bilirik ki, elə müsbət çıxır. Müqayisə etdiyimiz zaman da bu şəkildə alınacaq. Sonra E bəndi deyək. Müsbət 13 üstə gəlinsin moduldan mənfi 13 və 13 üstə gəlinsin mənfi 13 modulda. İndi 13 üstə gəlinsin mənfi 13. Bunu hesabladığımız zaman müsbət 13-dən elə 13 çıxacaq. Üstə gələk. Mənfi 13-dən də yenə 13 çıxacaq. 13-ün üstünə 13 gəldiyimiz zaman 26. Buranı aldıq. Digər misalımız bu şəkildədir. Gəlin hələ biz bunu mötərizədən azad edək. 13-dən 13 çıxanda 0 modulda. Elə bu 0 edir. 26 əlbəttə ki 0-dan böyükdür. Sonuncu və F variantı. Mənfi 12 üstə gəlinsin mənfi 6 və mənfi 12 üstə gələk mənfi 6 modulda. Mənfi 12 üstə gələk mənfi 6. Mənfi 12-dən modulda müsbət 12 çıxır. Mənfi 6-dan modulda müsbət 6 çıxır. 12-nin üstünə 6 gəldiyimiz zaman 18 edir. Mənfi 12 üstə gələk mənfi 6 yazarıq ki, modulu hələ ki, bu mötərizəni azad eləyək. Müsbət mənfi olduğuna görə olacaq. Mənfi bərabərdir. Mənfi 12-dən 6 çıxdığımız zaman toplayıb qarşısında mənfi yazacaq. Eləyəcək mənfi 18 modulda. Mənfi 18-dən də müsbət 18 çıxdığına görə 18 18-ə bərabər olacaq. Növbəti 13. Məsələ həllidir. 13. Deyir ki, səhər Bakıda havanın temperaturu mənfi 3-dür. Yazıram Bakı mənfi 3 Selsi dərəcədir. Culfada isə mənfi 6 Selsi dərəcədir. Culfa mənfi 6 Selsi dərəcədir. Günortaya qədər Bakıda temperatur 4 Selsi dərəcə, Culfada isə 8 Selsi dərəcə artdı. Bakıda 4 Selsi dərəcə artıb. Culfada isə 8 Selsi dərəcə artıb. İndi deyək ki, günorta harada temperatur daha yüksək oldu? Bakıda və yoxsa Culfada. Biz bunu yazmaqdan ötürü nə etməliyik? Bakını yazaq birinci. Deyir ki, mənfi 3-dən 4 Selsiyə qalxdı da, yüksəldi. Yüksəlmək nə deməkdir? Artdı nə deməkdir? Toplamaq demək. Yəni, mənfi 3-ün üstünə biz 4 gəlməliyik. Deməli, mənfi 3-ün üstünə 4 gəldiyimiz zaman nə edirik? Böyükdən kiçik çıxır, böyüyün işarəsini yazırıq. Eləyir müsbət 1. Culfanı da yazaq. Mənfi 6-dan da Culfa 8-ə qalxıb. 2. Elədir, 8-dən 6 çıxdıq.
2, 8 böyük olduğuna görə elə müsbət 2. İndi deyir ki, harda temperatur daha yüksək oldu? Əlbəttə ki, culfada daha yüksək oldu. Yazaq daha yüksək culfada. Bu şəkildə. Və sonuncusu 14. Bunu da belə yazaq. Deyir, dəniz tədqiqatçısı batiskafla 100 metr dərinliyə indi. O müxtəlif şəkillər çəkdikdən sonra daha 200 metr də dərinliyə indi. Sonra batiskaf 310 metr yuxarı qaldırıldı və gəminin göyərtəsinə yerləşdirildi. Batiskafın vəziyyətlərini mənfi və müsbət ədədlərlə ifadə etməklə cavabı deyir, verin. Batiskaf deyir, ən çoxu hansı dərinliyə indi? A variantında nə deyir? Deyir ki, batiskafımız birinci 100 metr dərinliyə inmişdi. 100 metr dərinliyə inəndən sonra o 200 metr daha deyir dərinliyə indi. 100-dən dərinliyə enmək nə deməkdir? Çıxmaq deməkdir də, aşağıya doğru gedir. 100-dən 200-ə çıxdığımız zaman birinci oldu mənfi 100. Bu şəkildə oldu. B variantında isə deyir ki, gəminin göyərtəsi dəniz səviyyəsindən hansı hündürlükdədir? Sonra batiskaf 310 metr yuxarı qaldırıldı. Yəni mənfi 100-ün üstünə biz 310-u gəlməliyik. 310-dan 100-ə çıxdığımız zaman 210, 310 da müsbət olduğuna görə elə müsbət 210 olacaq. Dəniz səviyyəsindən deməli 210 hündürlüyündədir gəminin göyərtəsi. Bu şəkildə bu mövzumuz da burada yekunlaşdı.